Nəhayət ki, çox sevərək hazırladığım badımcan ikrasının reseptini sizlərlə bölüşürəm. İlk olaraq mən bütün tərəvəzləri bol su ilə yuyuram və bu şəkildə doğrayıram. Doğradığım tərəvəzləri ət çəkən maşından çəkirəm. Soğanı və biberi yağda ayrıca qovururam. Pomidorları çəkib bir qazançaya əlavə edirəm. Azca suyu çəkildikdən sonra hazırladığım biber qarışımını pomidora əlavə edirəm. Badımcanları eynən bu şəkildə sobada közləyirəm, duzlu suda soyuram və ət çəkən maşından çəkdikdən sonra qazançaya əlavə edirəm, bişirirəm. Yağını, duzunu, istiyotunu əlavə edirəm. Artıq ikra hazırdır. Qarabaşaqdan plov olmaz deməyin, çünki çox ləzzətli olur. Özbək plovundan sadəcə düyü və qarabaşağın fərqi ilə fərqlənən bu plov həm ləzzətli, həm də hazırlanması çox asandır. İndi necə hazırladım, gəlin sizə onu göstərim. Kərə yağında soğanı yaxşıca qovurdum, sonra isə üzərinə hazırladığım pomidorları əlavə etdim. Soğan və pomidorlar tam qovrulduqdan sonra dəndələdiyim kök ilə onları qovuşdurdum. Ardınca isə xırda-xırda doğradığım toyuğun sinətini əlavə edib qapağı bağladım ki, öz parında yaxşıca bişsin. Sonra yuyub hazırladığım qreçkaları tavanın içərisinə əlavə elədim. Suyunu üzərinə gələcək şəkildə çəkdim və plovun altını vamxoda gətirərək dəmlənməsini gözlədim. Dəmləndi və mükəmməl bir dad ortaya çıxdı. Bu üsulla hazırlayan hər kəsə nuş olsun. Yaxın əyləşin, sizə çox gözəl bir piroq resepti verim. Bu piroqun digərlərindən fərqi bilirsiniz nədir? Bu günlərlə də qalsa bayatlamır. İlk öncə umacı hazırlayırıq. Umacı hazırladıktan sonra umacdan bir miqdar ayırırıq. Ardınca isə yumurtasını, vanilini, qabartma tozunu və qatığını əlavə edirik. Qatığın içərisinə xama da qata bilərsiniz. Bir çimdik də soda əlavə edin ki, piroqunuz daha gözəl olsun. Ardınca isə xəmiri yağlı qaba yayın və istədiyiniz cemdən istifadə edin. Məndə gavalı cemi var idi, mən gavalı cemi istifadə edirəm. Çox dadlı, ləzzətli bir piroq oldu. Hazırlayan hər kəsə nuş olsun. Bəyənməyi, rəy yazmağı və xoşunuza gəldisə yaddaşa salmağı unutmayın. Hazırlayan hər kəsin əllərinə sağlıq. Qış hazırlıqları tam davam edərkən bu sosu sizinlə bölüşməsəm olmazdı. 2 tərəvəzdən hazırlanan bu sos həm çox bərəkətli, həm də çox asandır. Öncə biberləri yaxşıca bol su ilə yuyub, sonra isə 4 hissəyə ayırıb incə-incə doğrayırıq. Biberləri yağda biraz qovurub, üzərinə ət maşınında çəkilmiş pomidorları əlavə edirik. Daha sonra isə tam qaynara düşüb, biraz da qaynadıqdan sonra steril olunmuş bankalara doldurub bağlayırıq. Bütün ərzaqlar aşağı hissədə miqdarı ilə mütləq qeyd edəcəm. Siz isə bəyənməyi, rəy yazmağı və sevdiklərinizlə bölüşməyi unutmayın. Deyirlər, qaşıq plovda belə qalanda plovun dadı, duzu, kıvamı yerində olurmuş. Bunu ən çox Türkiyədə eşitmişdim. Mən də plovu hazırlayarkən elə bu üsuldan istifadə edirəm. Sonda qaşıq belə qalırsa, bilirəm ki, plovun dadı, duzu yerindədir. Gələk mənim plovuma. Keçən gün bir bulgur plovu etmişdim. Evdə hamı bəyəndi. Plovun dadı damağında qalmışdı ki, uşaqların dedim yenidən hazırlayım. Hazırlamışkən sizlərlə də bölüşüm. İlk olaraq onu deyim ki, zeytun yağı ilə kərə yağını qarışdırıram. Bəlkə sizlər yağları qarışdırmırsınız, amma mən qarışınca daha ləzzətli olduğuna inananlardanam. Yağlar tam əriyib bir-birinə ləzzətini buraxdıqdan sonra biraz biber pastası, biraz da tomat pastası əlavə edib yağda qovurdum. Sonra isə yuduğum bulğurları əlavə etdim. Üzərinə ədviyyatlarını, daha sonra qaynar suyunu əlavə edərək biraz qarışdırıb van ocaqda bişirdim. Ardınca isə açdığımda qapağı evi bütün bulğur qoxusu bürüdüm. İnanın çox ləzzətli olur, hazırlamağa dəyər. Hazırlayan hər kəsə indidən nuş olsun.
Göbələyin bütün növlərini sınamışkən şorbası, salğatı, közdə, sobada, çığırtması dedim. Bir də piroqunu sınayım və başladım hazırlamağa. İlk olaraq soğanları küp-küp doğrayıb duru yağda qızartdım. Üzərinə rəndələdiyim kökü, ardınca doğradığım göbələkləri, sonra isə hazır olan qiymə əti əlavə etdim. Üzərinə mayonez, duz, istiot qarışdırdım və içlik hazırdı. Sonra isə keçdim xəmirini hazırlamağa. Xəmiri üçün bizə lazım olan bütün ərzaqları qatdım. Bilinçik xəmirini əldə etdim. Bilinçik tavasında mənə lazım olan qədər bilinçikləri o yüz bu yüz yaxşıca nəzik qızartdım. Açıla bilən soba qəlbinə videoda görüldüyü kimi yığdım. Ortasına içliyi qoydum. Üzərini kənarlara buraxdığım hissələrlə bağladım. Üzərinə biraz mayonez, biraz da Holland pendiri 170 dərəcədə bişirdim və sonra isə nuş etdim. Ləzzətini isə yalnız bişirdikdən sonra bilərsiniz. Bu reseptlə hazırlayan hər kəsə indidən nuş olsun. Allahın salamı olsun hər birimizin üzərinə. Allah evlərimizə bol ruzu bərəkət versin deyərək yemək hazırlığına başlayaq. Bugün lobiyalı aş elədim çünki evlatlarım çox sevirlər. İlk olaraq toyuğu buzlu doğradım. Sonra isə soslayıb bir üzünü tavada qızartdım. Daha sonra isə qazançaya bol su qoyub yarım saat suda saxladığım düyümlü qazançaya əlavə etdim. Üzərinə də öncədən bişirdiyim lobiyaları qoyaraq biraz bişirdim. Tam hazır olub bişən düyünü isə süzdüm. Azca kərə yağı ilə yağladıqdan sonra öncədən qızartdığım toyuğun üzərinə əlavə etdim və 1 saat dəmə qoydum. Sonra isə bu şəkildə gözəl bir plov alındı. Sizlər də inşallah hazırlayın, yaxud da necə hazırlayırsınız mənə də yazın, fikir olsun. Hazırlayan hər kəsə nuş olsun. Allah hər birimizin evinə bol ruzu, bərəkət versin. Qış hazırlıqlarından davam edək. Bugün də göyəm turşusu hazırladım. El arasında buna palçıq turşusu da deyilir. Qışda balıq və ət yeməklərinin yanına çox gözəl yaraşır. Mən necə hazırladım, gəlin sizə də göstərim. 4 kilo göyəmi bol su ilə yuyub qazançaya qoyub yarım stəkan su əlavə etdim. Tam qaynadı göyəmlər əzildikdən sonra aş süzən vasitəsilə suyunu özündən ayırdım. Öncə suyunu, sonra isə hazırladığım göyəm özünü içərisinə qataraq bişirməyə başladım. Tam bişən göyəmə 2 dolu qaşıq duz əlavə etdim. Sonra isə suyunu tam çəkdikdən sonra soyudub bankalara doldurdum. Çox asandır. Siz də hazırlayın və sevdiklərinizlə mütləq bölüşün. Qışda həm balığın, həm də ət yeməklərinin yanında çox ləzzətli olur. Çox az ət ilə mükəmməl bir makaron resepti ilə gəldim. Bu makaron resepti digərlərindən çox fərqlidir. Çünki spagetti deyil, digər makaron çeşidlərindən deyil. Bu ərişdə makarondan hazırlanır. İnanın ki, bu makaronu hazırlasaz, evdəki böyüklərlə bərabər, kiçiklər də bu makaronu çox sevəcəklər. Sizdən istəyim bəyənməyi, rəy yazmağı və yaddaşa verməyi unutmayın. Bugün ev usulü ketçap hazırladım. Dadına baxdım və dadı möhtəşəm. Demək olar ki, bugünə qədər yediyim elə ən dadlı ketçap məhz bu hazırladığım ketçapdır. Tərəvəzləri açıqlama hissəsində miqdarı ilə mütləq qeyd edəcəm. Sizdən isə xahişim bəyənməyi, rəy yazmağı və sevdiklərinizlə bölüşməyi unutmayın. Bu işin sadəcə bir sirri var, o da tərəvəzləri yaxşı bişirmək və aş süzəndən qabığı qalmayacaq şəkildə süzdürmək. İndidən hazırlayan hər kəsə nuş olsun. Siz də indi hazırlayın, qışda isə könül rahatlığı ilə həm özünüz, həm də evlatlarınız nuş edin. Ləzzətli bir biber pastası hazırladım və sizinlə də bölüşmək istəyirəm. İlk öncə bazara gedib bir qədər iri və ətli biberlər aldım. Sonra isə aldığım biberləri bol su ilə yudum və 4 bucaq formasında doğrayaraq qazanın içərisinə yığdım. 1 saat bişirdim. Bişirdikdən sonra blenderdan çəkdim və hələ də içində qabıqları qaldığı üçün bir süzgəc vasitəsilə qabıqlarını çıxardım. Biber artıq hazırdır. Hazırlanan biberin üzərinə yağını, şəkərini, duzunu əlavə etdim. Biraz da bişirərək qatılaşmasını gözlədim. Qatılaşmış biberi öncədən yuyub hazırladığım bankalara doldurdum və bir ədyalın içərisində 3 gün saxladım. Buyurun, artıq qışa hazırdır. Siz də bəyənməyi, rəy yazmağı və sevdiklərinizlə bölüşməyi unutmayın.
Hər bölgədə fərqli səslənən bu yeməyin adları fərqli səslənsə də dadı eynidir. Kəlafur, bozartma, buğlama və pörtləmə adıyla adlandırılan bu yemək çox asan və olduqca ləzzətlidir. Mən də diqqət elədim ki, quzunun bud hissəsi olsun. Bud hissəsini aldım, vamxodda bişirdim. Kəfini tam yığdıqdan sonra içərisinə dənəli istiot, dəfnə yarpağı və olmazsa olmaz kəkliyotu əlavə etdim. Sonra isə halqa şəklində doğranmış soğan, biber, pomidor əlavə edərək üzərinə limon düzdüm və istəyə görə acı biber attım. Çox dadlıdır, çox ləzzətlidir. Sizə də hazırlamağı tövsiyə edirəm.